Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində istintaq aparılan cinayət işi üzrə Azərbaycan vətəndaşı Abbasov Fəxrəddin Fərmanoğlu Azərbaycan Cinayət Məcəlləsinin 281.2 dövlət əleyhinə yönələn açıq çağırışlar və 283.1-ci milli, irqi, nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib. Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən Qafqaz İnfoya daxil olan məlumatda bildirilir ki, Bakı şəhər Səbail rayon məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərmanoğlunun barəsində həbs qəti imkan tədbiri seçilib. Abbasov Fəxrəddin Fərmanoğlu Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyubelets şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı şəhəri beynəlxalq hava limanında Azərbaycan hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib. Hazırda Azərbaycan vətəndaşı Abbasov Fəxrəddin Fərmanoğlunun Ermənistana səfərləri özünün də bildirməsinə görə Ermənistan xüsusi xidmət orqan əməkdaşı ilə apardığı görüş və əlaqələrin mahiyyəti, Ermənistanda keçirilən və kütləvi informasiya vasitələrində sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayıma qoşularaq Azərbaycan və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir. Məşhur qanuni oğru Cemo Tiblinski ləqəbli Gürcü əsilli Cemal Mikaladze fevralın 28-də İtaliyada vəfat edib. Qafqaz İnfonun məlumatına görə 43 yaşlı Borzokon yüksək miqdarda kokain qəbulundan ölüb. Məlumata görə Cemo kimi atası Arsen ləqəbli Cemal Mikaladze kriminal avtoritet olub. O 1993-cü ildə öldürülüb. Cemonun qardaşı Mamuka isə 2 ay öncə Moskvada qətlə yetirilib. Cemo kriminal aləmdə Azərbaycanlı qanuni oğru Rövşən Caniyevin ən yaxın adamlarından biri kimi tanınırdı. Ermənistan Baş naziri Nikol Paşinyan 2008-ci il 1 mart hadisələrinə görə dövlətin adından xalqdan üzr istəyib. Qafqaz İnfonun məlumatına görə Paşinyan bildirib ki, o dövrün hakim elitasının hərəkətləri ayrıca olaraq fərdi qüvvələrə, qruplara və insanlara qarşı yönəlməyib. Bu şiddətin əsas hədəfi Ermənistan vətəndaşı, onun hüququ, azadlığı olub. Ermənistan bundan sonra heç bir zaman korrupsiya, siyasi zülm, siyasi zorakılıq və hüquqların pozulduğu dövrə qayıtmayacaq. Mən hakim elitanın qanunsuz şəkildə saxtalaşdırdığı seçki nəticələrinə, siyasi qətillərə görə hər kəsdən üzr istəyirəm. Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov yeni mətbuat katibi təyin edib. Ülkan.org-un əldə etdiyi məlumata görə nazirin müvafiq əmri ilə Yahya Babanla Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi təyin edilib. Qeyd edək ki, Yahya Babanla Azərenerji Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr və Mətbuat Mərkəzinin rəisi olub. O bir müddət öncə öz ərizəsi ilə vəzifəsindən ayrılıb. Məktəb direktorunu döyən Drakon ləqəbli aktyor Rıza Rızayev və bacısı oğlu Toğrul İbrahimlinin məhkəməsi başlayır. Xəbərə görə adı çəkilən şəxslərin cinayət işi üzrə məhkəmənin ilkin hazırlıq iclası martın 4-də Nizami rayon məhkəməsində keçiriləcək. Prosesə hakim Ələddin Cəfərov sədrlik edir. Xatırladaq ki, aktyor Rıza Rızayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir davam edən qalmaqal sonradan əlbəyaxa dava ilə nəticələnmişdir. Rıza Rızayev və Toğrul İbrahimli Cinayət Məcəlləsinin 221.3-cü xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə maddəsi ilə təqsirləndirilir.
Azərbaycanda martın 1-nə olan hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman çiskin olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 9-13, Bakıda gecə 3-5, gündüz 11-13 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65% təşkil edəcək. Azərbaycanın rayonlarında martın 1-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq və küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək.